Aha. Ekran qeydini də aktivləşdirim ki, sonradan izahlarını göndərim, lazımsa baxarsınız. Deməli, 14-cü sual dedi yoldaşımız. 1919-cu il Paris konferansında yaradılan Millətlər Cəmiyyətinin yaradılma məqsədlərindən biri. Dünyanın mandat sistemi əsasında bölüşdürməsi qaydasını ləğv etmək. Mandat sistemi əsasında bölüşmə qaydasını ləğv etmək deyil. Mandat yaranmışdı 19 Paris konferansında. Gələcək müharibələrinin qarşısını almaq, bəli, və dövlətlər arası münasibətləri dinc şəkildə həll edilməsinə çalışmaq idi. Məqsədlərin biri bu idi. Almaniya təkrar etməsi deyil, Bolşevizm Avropa yayılması deyil. Bu 2-ci Dünya müharibəsindən sonra baxacağıq məsələyə. Müharibə canilərini cəzalandırmaq üçün beynəlxalq məhkəmə, beynəlxalq tribunal yaradılması 2-ci Dünya müharibəsindən sonra. Cavabımız B variantı idi. 14-cü sual deyən yoldaşımız, Fidan səhv etmişsə sən idin. Cavabımız B variantıdır. Orada sonra hansı var? 121. %21'ə baxmış, sonra geri qayıtacağım. Burada bir-iki sual qeyd eləmişəm, baxaq onlara. Deməli, burada niyə yaza bilməmişsiniz bunu 121-də? Salam, axşamınız. Deməli, 121-ci sualda Fransanın 60-cı illər tarixi var. 2-ci Dünya müharibəsindən sonraki dövrünü istəyir. Ona görə biraz çətinlik çəkməyiniz normaldır. Əgər o hissələri ümumiyyətlə oxumamışıqsa, orada sualda çətinlik ola bilər. Baxaq şəhərdə. Böyük Britaniya 20-ci əsrin 40-cı illərini soruşur. 40-cı illərin. Həm müharibə dövrü, həm də müharibədən sonraki dövrə aid olacaqdır. Fransada isə 60-cı illər dövrü olacaqdır. Sonuncu Respublika hakimiyyət dövrünə aid məsələni soruşur bizdən. Bir sıra müstəmləkələrə müstəqillik verilməsi. Bu, həm Böyük Britaniyaya aiddir. İndi 2-ci Dünya müharibəsindən sonra normalda, baxın belə, ümumiyyətlə bu sual 2-ci Dünya müharibəsindən sonraki dövrə aiddir, dünya dövlətlərinin. Bir sıra müstəmləkəyə müstəqillik verilməsi hər ikisinin tarixində var. Fransa, Böyük Britaniya. Bugünkü dərsdə izah edəndə deyəcəm bu hissəni. Bankların milliləşdirilməsi Clement Attlee'nin dövründə Böyük Britaniyada hakimiyyətdə olduğu dövrdür. Bankların milliləşdirilməsi siyasət yeridilmişdir. Əlcəzairdə müstəmləkəçilik əleyhinə üsyan, mübarizənin başlanması bu 58-ci ildədir. Fransa tarixinə aiddir, amma 50-ci illərə aid olduğuna görə götürmürük bunu. Sonra yeni ərazi bölgüsü ilə bağlı referendumun keçirilməsi Fransada olacaqdır. Fransa tarixində yeni dərsimizdə deyəcəyik bunu. Ulsterdə münaqişə başlaması, bu da 60-cı illərə aiddir. Münaqişənin baş verməsi İngiltərənin, bu da heç bir hissəyə aid deyil. 1B, 2A, daha sonra 2D, 3A. Varmı? 1B, var. B variantı. Yəni, müharibədən sonraki dövrə aid olduğu üçün bunu yaza bilməməyiniz normaldır. %9 demişik. %9'a baxaq. Aha. %9-cu sual. SSR-nin 20-ci və 30-cu illər tarixi üçün səciyyə bilir. Şahidlər, maraqlı suallar var. Bir də sual qoyuluşuna görə biraz qəribə suallar var. Ona görə bu testləri mütləq ki işləyək. Yəni bu suallardan götürüb sual verə bilərlər bizə. SSR-nin 19-cu əsrdə, 20-ci əsrin 20-30-cu illər üçün oxşar cəhətini istəyir bizdən. Demokratik hüquqların genişləndirilməsi SSR-ə belə bir addım yoxdur. Hüquqların genişləndirilmə məsələsi yoxdur.
Çünki totalitar idarə etmə sistemi qurublar. Hər şey bir kommunist partiyasının nəzarətindədir. Monarxiyanın devrilməsi nəticəsində ölkədə iki hakimiyyətin yaranması bu 1917-ci il fevral burjua inqilabına aiddir. 1917-ci ildə söhbət 20-30-cu illər istəyir. Deməli, B-ni də çıxırıq. C. Azad bazar iqtisadiyyatının yaradılması. Bunu qısa müddətdə eləmişdilər yeni iqtisadi siyasətdə. 1921-25-də yeni iqtisadi siyasət dövründə eləmişdilər. Amma 30-cu illərə aid deyil məsələ. Bütün hakimiyyətin Kommunist Partiyasının əlində cəmləşməsi və Sovet hakimiyyətində hər şey onun ixtiyarındaydı. Qanunverici icraçı hakimiyyət ayrıca olsa da belə, hər şey faktiki olaraq Kommunist Partiyasının nəzarətində idi. Siyasi partiyanın fəaliyyətinin genişləndirilməsi, xeyr, belə bir məsələmiz də yoxdur. Kommunist Partiyasından başqa heç bir partiya yoxdur. Sadəcə 1989-cu ildə deməli, Qarbaçovun təşəbbüsü ilə parlamentə seçkilər keçirilmişdi. Orada müxtəlif partiyalardan ibarət parlament fəaliyyətə başlamışdı. Onda olacaq. Yəni SSR-in artıq sonlardır həmin dövrdə. Burada ümumi olaraq cavabımız D variantı. Bütün hakimiyyət Kommunist Partiyasının nəzarətindədir. Suallarımız yoxdursa, xəritə sualları yəqin ki, rahat olar. İndi yenə də baxaq nə üçün? Əsas dövlətlərin yerini bir daha öyrənmək məqsədi ilə təkrar baxırıq buna. 1921-ci sonra 22-ci əvvəllərində Vaşinqton konferansında 4 dövlət müqaviləsi. Burada bir daha xatırladım şahidlər. 3 dənə müqavilə vardı. Birinci müqavilə, ikinci, bir də üçüncü. Birinci müqavilə 4 dövlət müqaviləsi gedir. 4 dövlət müqaviləsi gedir. Sakit okean mülklərin bərabər bölüşdürülməsi. İkinci müqavilə Çinlə bağlı müqavilə gedirdi. Çinlə bağlı. Çin ərazi bütövlüyü və müstəqilliyi tanınmışdı. Və üçüncü isə dəniz silahlarının məhdudlaşması. Dəniz silahlarının məhdudlaşdırılması gedir. Vaşinqton konferansı bəzən bunu formada soruşur. Deyir ki, konferansa bağlamış ikinci müqavilənin şərti nədən ibarətdir? Xüsusiyyəti. Hansı dövlətlər 4 dövlət müqaviləsi imzalamışdır? Hansı dövlətlər? Bilirik ki, orada imzalayanlar İngiltərədir, Fransadır, Yaponiyadır və ABŞ imzalamışdı bu müqaviləni. İngiltərə 2-dir, Fransa 3-dür, 1 İspaniyadır, 4 Almaniyadır, 5 isə 20-ci illərdə olduğuna görə artıq Türkiyə deyə bilirik. Bəli. Yəni 2 ilə 3. Növbəti elə bu səhifədən yenə başqa suallar var. Onlara baxaq. 119 və 120 oxşar suallardır. Şagirdlər, imtahana salına biləcək yeni bir sual formalarındandır. Diqqətli olun. Şagirdlər çaşa bilirlər bunu yazanda. Əslində cavab bilirlər, amma cavabı ora qeyd etməkdə biraz çətinlik çəkə bilirlər. Çünki daha əvvəllər çox da qarşımıza çıxmayan bir formadır. İkinci Dünya müharibəsi illərinə aid hadisələrin ardıcıllığını zaman oxumunda müəyyənləşdirək. Dünkeç möcüzəsi mövzunun içində var idi. 1940-cı ildir. Qəribə müharibə başlanması. 39-da müharibə elan edilər, amma 40-cı ilin martına qədər aktiv müharibəyə keçməmişdi. İngiltərə, Fransa. İldırım sürətli müharibəni, Barbarossa planının puça çıxması isə 41-ci il idi. İndi bizdən bunu ardıcıl yazmamızı istəyir. Zaman oxu soldan sağa doğru gedir. Ona görə də ardıcılıqda aşağıdan yuxarı doğru geçəcək. 39, 40, 41. 39-un rəqəmi 2-dir. 40-ın rəqəmi 1-dir. Və 41-in rəqəmi isə 3-dür. İndi ardıcıl burada çıxacaq. 2A, 3C. 1B, 2A, 3C. A variantı. 122 də eyni formada. İkinci Dünya müharibəsi illərinə aid hadisələrin ardıcılını. Tehran konferansı bilirik 43. Birləşmiş Millətlər bəyannaməsinin qəbul olması 42. Atlantika xaritəsi isə 41.
İndi yenə də ardıcıl gedir. 41, 42, 43 belə geçəcək. Ən aşağı rəqəm 41, 3-dür. 3'ü birinci buraya yazırıq. Sonra 2'ni bu hissədən yazdıq və 1'i də buradan qeyd etdik. 1C, 2, Bakı, 3A. 1C, 2, Bakı, 3A. C variantı. Bəli. Buradakı suallarımızın izahı. Sonra varsa yazın. Mən də baxım öz yazdıqlarımı qeyd edeyim. Şayla 71-ci suala baxaq. Franklin Roosevelt'in yeni xətt siyasətinə əsasən kənd təsərrüfatında həyata keçirilən tədbirlər. Əslində sual rahatdır. Sadəcə demək istədiyimiz başqa bir məsələ vardı. Deməli, istehsal və qiymətlərə dövlət nəzarətinin gücləndirilməsi. Ümumiyyətlə, yeni xətt siyasətinin mahiyyəti bu idi ki, dövlət müəssisələr üzərində nəzarətini artırırdı. Bu xüsusiyyət oxşardı. Nə ilə? Əsrin əvvəllərində, yəni 20-ci əsrin əvvəllərində, 20-ci əsrin əvvəli Theodore Roosevelt'in siyasətində də eyni məsələ vardı. 1900-1903-cü ildə 1903-cü illər dünya iqtisadi böhranında vəziyyətdən çıxmaq üçün müəssisələr üzrə dövlət nəzarəti qoyulmuşdu. Bu da yeni xətt siyasəti ilə nə idi? Oxşar cəhətdir. Bunu bir daha xatırlatmış oldu. Çünki adətən mövzu sayı çox olduğuna görə aşağı-yuxarı hamısından da əhatə etmək istəyirlər suallar bəzən. Ona görə fərqli dövrlərdən götürür hökmdarların və ya prezidentlərin dövrlərini və ya hadisələrin oxşar fərqli cəhətlərini bizə verirlər ki, bunları tapın. Yəni o 3 saat ərzində siz o qədər kitabın hamısını nə etməlisiniz? Öyrənmiş, yəni hamısının məlumatlarını beyninizdən keçirtməyiniz lazımdır. 60-cı sualda sual tiplərindən biridir. Şagirdlərimizin bəzən əziyyət çəkdiyi suallardandır. Elə sual var ki, hələ də şagird var ki, bu sualda ilişir. Deyir, mən bunu həll edə bilməm yönünü. Uyğunluğu istəyir bizdən şagirdlər. Yazır üstünə Polad Paktı 1936-da, düzdürmü? 36-da Almaniya ilə İtaliya imzalamışdı. Daha doğrusu 39. Müharibə zamanı bir-birinə hücum edəcək, bir-birinə yardım edəcək haqqında müqavilə idi. Uyğunluğu istəyir bizdən. Bir, doğrudur. Sonra Atlantika Xartiyasını imzalamışdı. Hələ ilini də yazırıq burada 41. Almaniya deyildi bu. İngiltərənin ABŞ idi. Ona görə Çini çıxdıq. Sonra Falkland böhranı ABŞ da İngiltərə arasında deyildi. Argentina ilə İngiltərə arasındadır. Bunu da çıxırıq. Anti-Komintern paktı 36-cı ildə 36. Yaponiya ilə Almaniya arasında bağlanmışdı mı? Doğrudur. Komünizm əleyhinə bir qanun idi. Bir ittifaq idi bu. Molotov-Ribbentrop paktı. Bu isə 39-cu ildə idi. Gözlənilmədən iki dövlət bir-birindən anlaşdı, uzlaşdı. SSR ilə Fransa deyil, Almaniya idi. Bunu da çıxırsınız. Deməli, 36. Hansılar oldu? 1 və 4. D variantı. Növbəti sualımız. Görək bizi hansı sürpriz gözləyir burada. Yüz ikinci sual. Biraz əvvəl dərsdə də rastlaşdığım bir sual idi. Şagirdləri biraz çaşdırdı. 102-ci sual. İkinci Dünya müharibəsindən əvvəlki dövr. Müharibədən əvvəl. Müharibə başlayıbdı. 39, 45-ci illəri əhatə edir. 102-ci sualda. Baxaq, üçlər paktı 40-cı ildir.
SSR-in Millətlər Cəmiyyətindən çıxarılması 39-cu il idi. Polşanı və Baltikanı xalqları işğal etdiyinə görə onu müharibədən Millətlər Cəmiyyətindən çıxartdılar. Lentis haqqında qanun 41-ci ildə ABŞ özünə yaxın bildiyi dövlətlərə yardım eləyirdi Almaniyaya qarşı. Qəribə müharibə o da 39-da idi. Müharibə elan etsələr də İngiltərə, Fransa Almaniyaya qarşı müharibəyə başlamadı. Çexoslovakiya Almaniya tərəfindən işğal edilməsi o da 39-dur. Bəs uşaq soruşur ki, bəs indi nə qaldı? Çexoslovakiyanın Almaniya tərəfindən işğalı müharibədən əvvəlki dövrə aid idi. Yəni müharibə başlamazdan əvvəlki dövrdür. Bunlara da diqqət edin. Ay fərqi ilə bizdə sual verə bilər. Yəni çaşdıra bilər bizi. 123-cü sual. 123. Yirminci əsrin ikinci 10 illiyi. İkinci 10 illik deyərkən 1910-dan 20-yə qədər olan dövrü istəyir bizdən. Və 40-cı illər Fransa tarixinin ümumi cəhətini istəyir bizdən. İkinci 10 illik təxminən düşür, yəni 10-20 arasında Fransanın 1-ci Dünya Müharibəsi dövründə müharibədə iştirakı. 40-cı illərdə də. Artıq belə sual özümüz üçün açıqlayarkən cavab tapma ehtimalımız daha çox olur. SSR ilə bağlı. SSR ola bilməz. Niyə? Müttəfiq olması. Burada düzdür. 40-da müttəfiqlik ola bilər. Çünki ən sonunda SSR İngiltərə ABŞ-la bərabər çıxış eləyirdi. 44-də də ikinci dəfə açılandan sonra Fransada onlarla bir yerdədir. Amma SSR burada ikinci 12-də olmaz. Çünki SSR-in yaranması 1922-ci ildədir. Sonda indi bir neçə dənə sual var bununla bağlı. Diqqətçi çatdıracağım. Konstitusiyanın qəbul edilməsi ikinci 10 illikdə ümumiyyətlə SSR Fransada yoxdur. Bunu çıxdıq. ABŞ ilə müharibə aparılması yox. Müttəfiq olublar, müharibə aparmayıblar. Respublika elan olunmasını bunu da çıxartdıq. Bu illikdə, ikinci 10 illikdə bu aralarda Respublika məsələsi yoxdur. Onsa Respublika idarə üsulu idi. Almaniya ilə müharibə aparılması 1-ci Dünya müharibəsi illərində də burada, həmçinin 40-cı illərin 2-ci müharibəsində Fransa Almaniya ilə müharibə aparıbdır. Növbəti suallarımıza baxaq. %35. Əslində bu 133 də yeni sual formalarındandır. Amma asan sualdır deyə baxmıram. Yəni rahatdır onu tapmaq. 135. Paris konferansında güya öz müqəddər təyin etmə prinsipi rəhbər tuturdu. Bununla belə Şərqi Avropadakı xalqların qarşılıqlı etnik xalq əsaslarla sərhədlərin yaradılmasını qeyri-mümkün etdi. Olmadı. Bəzən qabillərin maraqlarını təmin etmək üçün güzəştlərə getmək lazım idi. Məsələn, Fransa Almaniyanın şərq sərhədlərinin əsas müttəfiqi kimi Rusiyanı itirdiyi üçün sərhədində Şərqi Avropa dövlətlərini mümkün qədər gücləndirmək istəyirdi Almaniyaya qarşı. Həmin dövlətlər daha sonra Almaniya və Sovet Rusiyasına qarşı maneə rolunu oynamalı idi. Güzəştlər nəticəsində demək olar ki, bütün Şərqi Avropa dövlətlərinin etnik azlıqlar qaldı. Bu mətn əsasında sən cavabını tapıb çıxartmalısan. Mətndə verilmiş prosesin nəticəsini müəyyən edək. Bu proseslərin nəticəsi nə oldu? Nə baş verdi? Dövlətlər daxilində etnik azlıqlar problemi sonradan münaqişəyə səbəb oldu. Bəli, çünki biz nə dedik? Etnik azlıqlar qaldı, yəni onların problemi həll olmadan qalmışdı. Bəli, bu bir cavabımızdır. Elə bilin ki, Azərbaycanda mətn işləyirsiniz. Mətni veribdir, cavablar içərisində oradan götürüb yazırıq. Şərqi Avropa ərazisi İngiltərə, Fransa arasında mandat sistemi əsasında bölüşdürülür. Şərqi Avropanı bölüşdürməmişdilər. Elə bir məsələ yoxdur burada.
Almaniya və Sovet Rusiyası millətə cəmi tərk etməsi səbəb oldu? Xeyr. Yeni sərhəd mübahisələri yarandı. Aha, elə bunun davamıdır. Və Şərqi Avropada gərginlik bölgəsinə çevrildi ərazi. Sonra Şərqi Avropa müstəmləkəçilərə qarşı milli azadlıq mübarizəsinin yeni mərhələsi başladı mı? Xeyr. Şairlər demişdi, yalnız 1, yalnız 3, yalnız 2, 4 və yaxud da yalnız 5 bu tip məsələlər varsa, bu məsələdə bu suallara mütləq diqqətli oluruq. Çünki ola bilər ki, arasından yalnız bunu da götürə bilər. Çünki var da elə bir sual. Biraz sonra qarşıma çıxsa deyəcəm bunu. Ola bilər, elə variant ola bilər. Amma burada sadəcə cavabımız 1, 4. Baxaq sonra digər maraqlı suallarımızdan. 159. 159-cu sual. Böyük Britaniya Almanların həm hava, həm də dəniz hücumlarına məruz qaldı. Böyük Britaniya ilk radarların köməyi ilə hava hücumlarının qarşısını almışdı. Bu zaman Böyük Britaniya adlanırdı Azad Dünyanın Son Qalası. Azad Dünyanın Son Qalası adlanırdı. Hitler Böyük Britaniya sualtı gəmilərin hücumları ilə məğlub etmək istədi. Sualtı gəmilərin hücumları ilə. Yenə ipucu verir bizə. Çünki onun gücü ABŞ-dan gələn yardımdan asılı idi. Beləliklə, Alman ildırım planı puça çıxdı. Bu Moskva döyüşünün 41-ci ili idi. SSR müharibəyə qoşuldu da SSR-yə hücum edəndən sonra olmuşdu. Atlantik okeanında döyüşlər başladı. Bəli. Əsas dönüş yarandı mı? Xeyr. Böyük Britaniya təcili siyasi iflasa uğradı. Belə bir məsələmiz də yoxdur. Bu 1801-ci imperiya dövründə Fransada baş vermişdi. Kontinental blokada 1806-da uğursuz olmuşdu. Atlantik okeanı əsas döyüşlər başlamış oldu. 160-cı sual. Onu da qeyd eləmişəm. Baxaq görək nəyə görə. 20-ci əsrin 20-ci illəri Böyük Britaniya, 20-ci əsrin 20-ci illəri Amerikanın tarixinə aid cəhətlər, oxşar cəhətləri istəyir bizdən. Aha, burada da imtahana düşə biləcək sual formalarından biridir. Rəqəmlərlə göstərir. Öyrənmişik biz hərfləri görməyə ABC-dir, amma burada rəqəmlərlə göstərir. Aşağı yuxarı eyni şeydir, amma yeni bir formadır. İstifadə edə bilərlər. Hökumətə təsir göstərmək niyyətlə təşkil olunan tətil nümayişlərin qadağan olması 27-ci ildə baş vermişdi. Harda? Böyük Britaniyada baş vermişdi. Bu 20-ci illərə aiddirmi? Bəli. Biri yazdıq bu hissəyə. 2. Ölkə daxilində ilk dəfə təqaüd və sosial müavinət yaradılması. Bu şairlə ABŞ-a aiddir. ABŞ-a aiddir, amma 30-cu illərdir. 30-cu illər. Roosevelt'in dövrünə aiddir. Franklin Roosevelt'ə aiddir. Ona görə bunu çıxırsınız. 3. Şərqi Asiyadan mühacirət axınının qadağan edilməsi. Şərqi Asiyadan. Bir də ki, bunu eləyən kim idi? Calvin Coolidge idi və neçənci illərdədir? 20-ci illərdə hakimiyyətdə olmuşdu. Calvin Coolidge. Sonra, Sakit Okean mülklərinin birgə qorunması haqqında müqavilə imzalanması. Bu hansı müqavilədir? 1922 Washington müqaviləsidir konferansın gedişatında. Bu da 4 burada. Sonra Almanya əsas sənaye mərkəzi Ruhr bölgəsinin işğal edilməsi 20-ci illərə aiddir. 1923 Fransa və Belçika edam siyasəti adlandırırdılar bunu. Amma bu Fransaya aiddir. Burada nə İngiliz, nə də ABŞ iştirak etməyibdir. 1-ə 1, 2-yə 3, 3-ə də 4 A variantı. Bəli, qeyd etdik. Sonra keçək 160'lara keçək. Şöyle 164, 164, 165.
Paris Sülh Konferansından fərqli olaraq, Paris Sülh Konfransı 1919, bundan fərqli olaraq Washington Konferansının gedişatında ABŞ, İngiltərə, Fransa, Yaponiya iştirak edirdi. Baxın, Parisdən fərqli olaraq Washingtonda ABŞ, İngiltərə. Bu oxşar cəhətdir. Fərqli cəhət deyil. İştirak edirlər. Bir dənə düzdür, Yaponiya burada artıqdır, amma yenə də qeyd edilir ki, iştirak eləməyibdir. Yəni oxşar cəhətdir bu. Sonra dəniz silahlarının məhdudlaşdırılması haqqında müqavilə. Dəniz silahları Washington Konferansına aiddir. Məhdudlaşdırılması 3-cü müqavilə idi. Amma Parisdə belə bir məsələmiz yoxdur. Keçirik. Təzminat məsələsini həll etmək məqsədi ilə çağırılmışdımı? Paris Konferansı, Washington Konferansı təzminat məsələsini həll etməmişdi. Ondan əvvəl Belçikada çağırılan bir konferansda bu məsələni yoluna qoymuşdular. 2. Genua Konferansı 22-ci. Bilirsiniz ki, bu iqtisadi müqavilədir. Yəni, iqtisadi konferansı idi. Paris Konferansından fərqli olaraq Almaniyanın Fransa və Belçika sərhəd toxunulmazlığı zəmanət verən pakt imzalanmışdı. Bu 1925-ci ildə Locarno Konferansı idi. Onun girişində Reyn təminat paktı imzalanmışdı. A-nı çıxırsınız. İqtisadi məsələni həll etmə məqsədilə bəli yazmışam. Genua Konferansı iqtisadi məsələni. Amma Paris Konferansı məğlubları cəzalandırmaq məqsədi ilə çağırmışdı. Bunu buradan götürürük. Sovet Rusiyası dəvət olmuşdu. Parisdən fərqli olaraq burada, yəni Genua Konferansında Sovet Rusiyası iştirak eləyirdi. 1B, 2B, C. Burada gözləyən yoldaşımız var deyəsən. Aha. 165'də 1921-22-ci ilə Washington Konferansından fərqli olaraq Genua Konferansı. Genua yenə də nə idi? İqtisadidir. Baxın, burada yazmışıq. İqtisadi məsələləri həll edəcək. İqtisadi məsələləri həll etmək məqsədi ilə çağırmışdı. Aha. Dəniz silahlarının məhdudlaşması haqqında müqavilə imzalanmışdı. Washingtondan fərqli Genuada imzalanmışdımı? Xeyr. Təzminat məsələsi həll etmək məqsədi Genua deyildi, başqa bir konferansda həll olmuşdu məsələ. 25 Locarno Konferansı Fransa, Belçika, Almaniya sərhədlərinin toxunulmazlığı təminat altında pakt imzalanmışdı. Dolayısıyla da bununla da həmin dövlətlər İngiltərədir, sonra iştirak edən dövlətlər İtaliya və digər dövlətlər Versal müqaviləsinin ədalətsizliyini ortaya qoymuşdular bununla da. Almaniya yenidən bərabər hüquqlu dövlət kimi tanındı burada. Bəli, bu da düzü. Locarno Konferansında Washingtondan fərqli olaraq belə bir addım atmışlar orada. Sonra Almaniya Millətlər Cəmiyyətinə daxil olması bu 26-cı ildir. Çıxırıq. 1A, 2A, B. Var mı cavab? Var. %166. Burada səhv etmirəmsə cavabda bir problem var. Baxaq. Böyük Britaniya cədvəli verilən dövlətlərlə 20-30-cu illər aid oxşar cəhətlərini müəyyənləşdirir. 66-cı ildə. Daha sonra 20-30-cu illər. Böyük Britaniyanın buradakı dövlətlərlə oxşar cəhətini istəyir bizdən. Washington Konferansında sahib tökən mülklərin bərabər mülklərin tanınması haqqında müqavilə imzaladılar. Washington Konferansında 21-22-də. Böyük Britaniyada var, Fransada var. Bu düzdür. Sonra Sevr müqaviləsinə əsasən Osmanlı dövlətinin ərazilərinin bölüşdürülməsi. Sevr müqaviləsində burada deməli Antanta dövlətlərinin İngiltərədə var, Fransada var. Bölüşdürülməsi var. Parlamentli Respublika idarəsinin mövcud olması Parlament Respublika. Böyük Britaniya Respublika idarəsi deyil, kral hakimiyyətidir.
Avstriyanın ərazi bütövlüyünün təminat altına alınması, Avstriya ərazi bütövlüyünün təminat altına götürülməsi, baxaq 20-ci illərə aid deyil, 30-cu illərdə var və Fransa ilə. Orada deməli Streza konfransıdır. Bunda nə elədik? Çıxdıq. ABŞ-ı Versal müqaviləsi ratifikasiya etməməsi. Böyük Britaniya deyil, ABŞ ratifikasiya etməmişdi. Bunu çıxdıq. Vaşinqton konfransında dəniz silahlarının məhdudlaşması haqqında müqavilənin imzalanması. Vaşinqton konfransında Böyük Britaniya, ABŞ hər ikisi iştirak edirdi. Bu yeni suallardandır şagirdlər. Diqqətli olaq burada. Münhen konfransında müttəfiqlər. Münhen 38-ci ildə. Münhen konfransında müttəfiqləri olan Çexoslovakiya müdafiə etmədiyi üçün nüfuzdan düşmüşdülər. Çexoslovakiyanı ABŞ orada yoxdur. Bu İngiltərə ilə Fransa tarixinə aiddir. Yaxın şərqdəki Osmanlı mülklərinin mandat sistemi əsasında bölüşdürülməsi, yaxın şərqdəki. Bunu da nə etdik? Bu variantı 30-cu illərdə deyil. Belə bir variantımız da yoxdur. Bunu da çıxırıq. Deməli, orada qalır cavabımız nə? 1 A, B, 2 B variantı olacaq. Şahidə baxırıq, variantda elə bir cavab yoxdur. A, B. Buradan biz təxminən buna ən uyğun variant nədir? Ya B variantın yanına B artıra bilərik, ya da ki C variantındakı C-ni B eləyə bilərik. Yəni biz bunu üstün tutaq, belə formada eləyək. Cavabımız bu formada almış olsun. Növbəti sual. Sonlara doğru daha çoxdur. 184-cü suala baxaq. Bu cədvəldəki suallara baxıram şahidlər. Cədvəllər rahatdır. Bu 481, 182-ci suallar. Bunlar çox asan suallardır. Yəni imtahana düşən sual formatından biri də budur. Yəni sual tiplərindən biri də budur. Ona görə diqqətli olacaq. Yəni asandır, uyğunlaşdırmadır. 184. 184. Yəqin ki, oxuyanda, yazanda bunu diqqət eləmişsiniz ki, söhbət hansı müqavilədən gedir? Verden və Saint-Germain müqaviləsinin oxşar cəhətlərini soruşur bizdən. Verden müqaviləsi şahidlər. Verden görən kimi 1-ci Dünya müharibəsindən sonraki dövrə baxmayın və ya həmin dövrə baxmayın. Verden müqaviləsi bizim bildiyimiz 843-cü il müqaviləsi. Frank imperiyasının parçalanması. Yerində 3 dövlət yarandı. Almanya, Fransa, bir də İtaliya dövlətləri yarandı. Saint-Germain isə 19-cu ildə Avstriyanın parçalanmasında, Avstriya bağlamış müqavilədə şərtlər orada da parçalandı, hərbi ilə bağlı və s. təzminat məsələləri var idi. İndi bizim oxşar cəhətlərini soruşur. Deyə bilərsiniz, Verdenlə Saint-Germain nə oxşar cəhət olurlar? Fərqli dövrlərdədir. Mövcud imperiyalar dağılması idi. Bəli, düzdür. Burada Frank imperiyası parçalandı, burada da Avstriya-Macaristan imperiyası parçalanmışdı. Yeni müstəqil dövlətlər, Verdendə 3 dənə yeni dövlət yarandı. Saint-Germain'də də bundan sonra da Avstriya-Macaristan ərazisində yeni dövlətlər yaranmış oldu. Bunlar düzdür. Yeni imperiyanın təşkil olması, imperiyalar deyil, dövlətlər idi, çıxırsınız. Erkən orta əsrlərdə imzalanması, erkən orta əsrlərə Verden aiddir, Saint-Germain deyil. Saint-Germain yeni dövrə aiddir. Feodal pərakəndəliyinin səbəb olması Verden müqaviləsini deyə bilərik. Feodal pərakəndəliyi olmuşdu, Fransada olmuşdu, İtaliyada isə siyasi dağınıqlıq idi. Burada isə bunu eyni cümləni deyə bilmərik. 1 ilə 2 doğru variantımızdır. Verden müqaviləsinə görə bunu sizə xatırlatmaq ehtiyacı duydum. Sualımız 198. 198. Uyğunluq müəyyən edək istəyir bizdən.
Hadisə. Moskva ətrafında Alman qoşunları məğlub edildi. 41-ci ildə. İldırım sürətli müharibə puça çıxdı. Doğrudur. Bu oxşar cəhət idi. Nə ilə oxşar cəhətdir? 1914-də isə Marna döyüşündə Almaniyanın Schlieffen planı puça çıxmışdı. Oxşar cəhət idi. Stalingrad döyüşünün baş verməsi Sovet-Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Bu Kursk döyüşü idi. 43-cü ildə. Stalingrad isə aiddir, 42-ci ilə aiddir. Almaniyanın Polşaya hücumu. 41-ci ildə. İkinci Dünya müharibəsi başlandı mı? Başlandı, bəli. Müttəfiq qoşunlar Siciliyaya qoşun çıxartdılar. Söhbət gedir 1943-cü ildə. İtaliya faşist rejimi devrildi. Mussolini hakimiyyətdən salındı. Yeni yaranmış hakimiyyət, yəni İtaliya yeni yaranmış hakimiyyət Almaniyaya müharibə elan etdi. Almaniyanın təslim olması 1945 9 may. İkinci Dünya müharibəsi başa çatdı. Şəhidlər, İkinci Dünya müharibəsi deyil. İkinci Dünya müharibəsi deyil burada. Burada nə idi? Avropada müharibə başa çatdı. Avropada müharibə neynədir burada? Başa çatmış oldu. Ona görə də 5-i biz neynəmirik? Burada doğru götürmürük. Diqqətli olan çaşdıra bilər bizi. 1, 3, 4. Yoldaşımız nəsə soruşdu? Baxın. Üçü də 1939 deyilmi? Üçü hansı? Üçü də. Sualı mən tam başa düşmədim. Üçü də 1939 deyilmi? Mən başa düşmədim. Bir daha təkrar yazarsan. Hə, bunu bəli. Almanya Polşa 1939. Bəli, 39'dur. Hə, tamam, sorry. Yazmış, elə yazmışam. Olur, diqqətdən 41 yazmışdım. Fikir verməmək sonra. 39'dur, bəli. Növbəti sualımız. Sonda bir neçə açıq sual. Onları da baxaq. 228-ci suala baxaq. Sən də sağ ol. 228. Aha. Şəhidlər, SSR-nin yaranması nə vaxtdır? 1922 dekabrın 30'sunda, düzdür? İndi bizdən sual verir də. Deyir ki, SSR-i 20-ci əsrin 20-ci illəri, bir də 30-cu illəri. Qalib gəlmiş sosializm konstitusiyası. Bu 1936'dır. SSR-nin ikinci konstitusiyası. Stalin dövründə. 30-cu illərə aiddirmi? Bəli. Yazdıq bura A-nı. Sonra ilk dəfə pasportlaşma sistemi 32-ci ilə aiddir. Bu da aiddir 30-cu illərə, qeyd elədik. Ərzaq sapalağının başlaması, ərzaq tətbiqinə başlaması 1921'dir. 21'dir, amma biz bunu 20-ci illərə qeyd eləmirik. Nəyə görə? Çünki SSR dediyimiz dövlət 1922-ci ilə aiddir. Ərzaq sapalağı isə 1921-ci ildə bu Sovet Rusiyasına aiddir. Ona görə C variantını kənara atırıq. Həmçinin AXC-nin süquta uğradılması 1920-ci ildir. Aprel ayındadır. O da Sovet Rusiyasına aiddir. SSR tarixinə aid deyil. Şahidlər bəzi elə bir də Rusiyadır deyib götürüb yazırlar ora. Ona görə bu da səhvdir. Sənayeləşmə xəttinin tətbiqinə başlanması 1925-ci ildən başlayır. Əsas iki sahə idi, elektrik və neft sahəsi. 25-dən başladığı üçün və SSR-ə aid olduğuna görə bəli, yazırıq Y variantını bura.
Sonra konferanslarla bağlı suallara da baxaq, yekunlaşdıraq. Konferanslar. İkinci Dünya müharibəsində ən çox müraciət edilə biləcək sual tiplərindən biri konferanslar və onun qərarlarıdır. 232-ci suala baxırıq. Və bu sualları şahidlər heç vaxt Tehran konferansı deyib aşağıdan cavab axtarmağa çalışmayın və ya Krım konferansı aşağıdan cavab axtarmayın. Bu da ən yaxşısı nədir? Aşağıdakı variantları oxuyun, sonra yuxarıdan hansına uyğunsa qeyd edin. SSR-in yeni qərb sərhədləri tanındı. SSR dedi ki, Krım konferansında 45-ci ildə dedi ki, yeni qərb sərhədlərimi tanıtdırdı həmin dövlətlərə. Sonra şərq sərhədlərində də yeni ərazilər istədi. Bunun qarşılığında Yaponiyaya qarşı müharibəyə başlayacağına təminat vermişdi. Almaniya dövlət sərhədləri qəti olaraq müəyyənləşdirildi. Şahidlər, məsələyə baxırıq. Almaniya dövlət sərhədi qəti olaraq müəyyən edilməsi varsa, qəti müəyyən edilibsə, artıq bu deməkdir ki, Avropada müharibə başa çatıbdır və Almaniyanın sərhədlərini müəyyənləşdirirlər. Bu, Potsdam konferansıdır. İkinci cəbhənin açılması əsas məsələdir. Tehran konferansına aiddir. Bu aydın məsələdir. Beynəlxalq hərbi tribunal yaradıldı. Yenə də diqqət edirik nəyə? Demək ki, Almaniya bağlı müharibə bitibdir. Yəni Avropada müharibə başa çatıbdır ki, onun səbəbkarlarını cəzalandırmaq üçün beynəlxalq hərbi tribunal yaradılır. Potsdam konferansındadır. Atlantika Xartiyasının qəbul edilməsi Atlantika Xartiyası 41-ci ilə aiddir. 41-dir. Yəni bunların heç birinin aidiyyəti yoxdur. Yenə də eyni formada 233-cü ildə 233-cü sualda aşağıdan oxuyuruq və yuxarı qeyd edirik. Beynəlxalq tribunal Potsdam konferansı dedik. Gələcəkdə BMT-nin iş qaydaları müəyyən edilmişdi. Krım konferansında ikinci cəbhənin açılması, Tehran konferansı dedik. Almaniya alınacaq təzminatın həcmini müəyyən ediriksə, demək ki, biz Almaniyanı məğlub eləmişik, o təslim olubdur və Avropada müharibə başa çatıbdır. Ona görə də bu Potsdam konferansına aiddir. Millətlər Cəmiyyətinin yaradılması nəzərdə tutulmuşdur. Bu da 1919-cu ildə Versal konferansında idi. Parisdə olan konferansın gedişatında. 234-cü suala da baxırıq. SSR Türkiyə və ABŞ Almaniya ilə Brest-Litovski müqaviləsinin imzalanması. Bəli, bu Rusiyadır, doğrudur. Brest-Litovski müqaviləsi Rusiyadır. Amma bu hansı Rusiyadır? Sovet Rusiyasıdır. Yəni SSR-yə aid deyil. SSR bayaq dedi ki, 1922-ci ildədir yaranması. Sovet Rusiyasına aid deyil bu məsələ. Ona görə çıxırsınız bu variantı. Diqqətli olaq burada. Boston çay qonaqlığı Amerikaya aid məsələdir. ABŞ aiddir. Yeni xətt siyasəti ABŞ-ın bir dəqiqə, Boston çay qonaqlığı 1773-cü ildə. Bunu yazaq. Niyə çıxırıq ki? 1773-də. Düzdürmü? Amma Amerikanın yaranması, ABŞ-ın yaranması 1776-dır. Bəli, ona görə Boston çay qonaqlığını çıxırıq. Bəli, görün hardan vurur.